Salam əziz olimpiyadaya hazırlaşan şagirdlər. Belə bir məsələ ilə qarşınızdayıq. Radiusları R və 2R olan iki polad kürə bir-birinə tərpənməz toxunur. Sistemin kütlə mərkəzi böyük kürənin mərkəzindən hansı məsafədədir? Qeyd edim ki, sual 2016-2017-ci ilin 10-cu sinif rayon turunun sualıdır. İlk öncə biz həmin deməli kürələri təsvir edək. Təbii ki, mən onun görünən tərəfini, yəni çevrə formasında görünən hissəsini çəkəcəm. Tutaq ki, bu R radiuslu olsun. Bu isə 2R radiuslu bir kürə olsun. Bunlar bir-birinə tərpənməz şəkildə toxunur. Və bizə deyir ki, sistemin kütləsi böyük kürənin mərkəzindən hansı məsafədədir? İlk öncə mən deməli mərkəzləri qeyd etmək istəyirəm. Mərkəzləri qeyd etdikdən sonra daha sonra hər iki deməli kürənin mərkəzini qeyd edək və radiuslarını göstərək. Və sistemin kütlə mərkəzi tutaq ki, məsəl üçün buradadır. Bu sistemin kütlə mərkəzidir. Və hər bir sistemin, yəni belə deyək, hər bir kürənin ağırlığını da qeyd edirəm. Həmin ağırlıqların kütlə mərkəzinə görə momentləri bərabərdir. Bunu M1, bura M2 yazıram və M1 momenti təbii ki, M2 momentinə bərabərdir, tarazlıqdadır, tərpənmədən toxunur. M1 üçün yazıram F1 L1 bərabərdir F2 L2. Daha sonra F1 birincinin ağırlığıdır deyə M1 J vur L1 bərabərdir M2 J vur L2 yazıram. Daha sonra nə edirəm? J'ləri gəlin ataq və L olaraq da məsafələrə baxıram. Birinci kürənin mərkəzindən deməli sistemin kütlə mərkəzinə qədər olan məsafə deməli və ikinci kürənin mərkəzindən deyək ki, kütlə mərkəzinə, sistemin kütlə mərkəzinə qədər olan məsafələrə baxmalıyam. Bu məsafələri gəlin işarə edək. Mən bu məsafələri belə işarə edirəm. Məndən soruşulur ki, sistemin ağırlığını, onu bir belə deyək, J ilə işarə edək. Sistemin ağırlığı, yəni sistemin kütlə mərkəzinin böyük kürənin mərkəzindən məsafəsinə x deyirəm. Onda kiçik kürənin mərkəzindən sistemin kütlə mərkəzinə qədər olan məsafə nə olacaq? Ümumi 3R məsafəsindən x-i çıxıram, olur 3R çıx x. Razıyıqmı? Onda gəldik. Deməli, L1 olaraq deməli yazacağam mən 3R çıx x. L2 olaraq yazacağam x. M də rho V-dir. Rho-nu yazıb V-nin yerinə 3/4 pi r kubu yazsam. Əslində burada deməli sabitlər gedəcək, amma yenə də yazaq. Deməli yazıram rho 3/4 pi r kubu vurulsun 3r çıx x bərabərdir. M2-nin yerinə yenə də rho 3/4 pi, artıq burada mən 2r kubu yazacağam. 2r kubu və məsafədə x. Dediyim kimi burada biz ixtisarlarımızı aparaq. Demək, r kubu 3r çıx x bərabərdir 8r kubu x. R kublarını da ataq. 3r çıx x bərabərdir 8x-ə və deməli 9x bərabərdir 3r-ə. Buradan x bərabərdir 3r böl 9. Bu da r böl 3 edəcəkdir. Deməli bizim cavabımız x bərabərdir r böl 3. Yəni sistemin kütlə mərkəzi böyük kürənin mərkəzindən r böl 3 məsafədə yerləşir. Deməli düzgün cavabımız A variantı olacaqdır.
Belə, əgər faydalı oldusa, nə gözəl, nə xoşbəxt mənə.